Salam əziz tələbələr, hər vaxtınız xeyir. Bu gün sizlərlə birlikdə 14 dekabr tarixində kursumuz tərəfindən keçirilən vergi xidmətinin qəbuluna aid sınaq imtahanının rəqəmsal suallarının izahı ilə davam edəcəyik. İndi ilkin olaraq baxaq sizlərlə birlikdə bir nömrəli suala. Baxın, bir nömrəli sualda deyilir ki, 2021-25-ci illər ərzində Azərbaycanda boru kəmərləri ilə nəqildən əldə olunan gəlirləri göstərən diaqramdan istifadə edərək tapşırığı yerinə yetirməliyik. Və aşağıda fikir versəz, deyir ki, 2021-25-ci illəri əhatə edən dövrün bir ili ərzində qaz və neft kəmərləri ilə nəqildən əldə olunan gəlir, yəni qazla neft birlikdə gəlir ondan əvvəlki illə müqayisədə ən çox neçə faiz artmışdır. Baxın, əziz tələbələr, məsələn, burada görürsünüz ki, yaşıl rəng bizim üçün neftdir. Mavi rəng isə qazdır. Bunların ikisi birlikdə nəzərdə tutularaq deyir ki, hansı ildə ondan əvvəlki ilə nəzərən ən çox artımı baş verib. Bu faizini göstərməliyik. Məsələn, 2021-in nəticəsinə baxsaq, 550 ilə 330-u topladınız, bu ikisinin cəminə 880-i yazaq. Növbəti ilə baxsaq 2022-yə, burada 620 ilə 380-i toplayacaqsınız, burada 1000 olsun. Nağdı burada artım var. Amma bir növbəti ilə baxanda 2023 azalma var. 350 ilə 410-u da toplayanda bura eləsin 760. Bir növbəti ildə bizim üçün 1100 dəyər əldə olunacaq ikisinin cəmindən. Burada da 835 ilə 290-ı da topladığımız təqdirdə 1125 olaraq nəticəni əldə edərik. Baxın, burada hamısını hesablamağa ehtiyac yoxdur. Onsuz göz qərarı birbaşa nə görürük? Ən çox artım harda baş verib? 2023-dən 24-də gələndə. Bura 760-dır, 2024-də 1100-də olubdur. İndi buradakı faiz artımını tapmaq üçün nə edə bilərik? Böyük rəqəmdən çıxaq kiçik rəqəmi, 1100 sıxılsın 760, bölünsün kiçik rəqəm olan 760, vurulsun 100-ə. Buradan da birbaşa əldə edəcəyimiz nəticə 44 tam %73-dür. Və bizə sualın şərtində nə deyilir? Deyir ki, cavabı təkliklərə qədər yuvarlaqlaşdırın. 4-ə qədər yuvarlaqlaşdıranda onun sağında 7 olduğu üçün əldə edəcəyimiz nəticə 45-ə bərabər olacaq. Əziz tələbələr, indi davam eləyək sizlərlə birlikdə 2 nömrəli sualla. Baxın, 2 nömrəli sualın şərti uzun-uzadıdır. Mən qısa loru dildə deyəcəm ki, hamı başa düşsün. Və bu sual forması onsuz 2023-ün vergi qəbul sualıdır. İmtahanda da soruşulmuşdu. Baxın, deyir 2023-cü ilin sosial sığortasıdır, işsizlikdir və s. bunların dəyərləri verib. Və bunların dəyərlərinin 2022-yə nəzər neçə faiz artdıqları da qeyd olunub. Məsələn, deyir ki, burada 1,8 milyarddır. Bu keçən ilə nəzərən 12,1% artaraq əldə olunubdur. Deməli 2022-nin nəticələrini əldə etmək bizim üçün çox asan olacaq. Və aşağıda qeyd olunub, bu arada bu daxil olmaların hamısıdır. Baxın, bu yuxarıdakı diaqram daxil olmaların bütününü ifadə edib. Aşağıda da qeyd olunub ki, sığorta daxil olmalarının qeyri-büdcə üzrə qiymətləri verilib. Onsuz sığorta daxil olmaların hamısı bərabərdir qeyri-büdcə ilə büdcənin cəminə istədə bilər. İndi deməli sizdə bütünü var. Qeyri-büdcə var. Büdcəni tapmağa nə var ki? Bütünü tapın, qeyri-büdcəni tapın, bütündən qeyri-büdcəni çıxın. Onsuz sizə büdcə dəyərini verəcək. İndi sığorta daxil olmaların hamısını tapsaq, məsələn, dövlət sosial sığorta haqlarını tapaq. 2022 dəyərlərini hesablayacaq. Bu 2023 qrafikidir. Bunu hesablamağın birində göstərim, geri qalanda sürətli eləyək. Məsələn, keçən ilki dəyər, örnək verim, sığorta haqları üzrə 100% idi. 100% dəyəri də bizim üçün x idi. Bilmirik. Bu 12,1% artdı. Oldu 112,1. Onun dəyəri də bizim üçün nəyə bərabər oldu? 1,8 milyarda da 1800 olaraq yazmaq sizin üçün daha səmərəlidir. Çünki bunu milyarda çevirmək üçün 1 milyarda vuracaqsınız, yəni 9 dənə 0 gələcək, biri ixtisar gedəcək vergindən və s. Burada da 6 sıfır var axı. Bu 6 sıfırı sildiniz, buradakı çünki milyondur. Burada da milyardda 6 sıfırı siləndən sonra 3 sıfır əlavə olunmalıdır. Sıfırın biri vergindən getdi, 2 sıfır yarandı. Əl qərəz. İndi buradan da X-in, yəni dövlət sosial sığorta haqlarının keçən ilki, yəni 2022 dəyərini hesablayanda bu da bərabər olur bizim üçün 1605 tam %71-ə. Bu dəyəri hesabladınız.
İşsizlikdən sığorta haqlarını bunu da eyni qaydada hesablayacaqsınız. Deməli hesablayırsınız ki, məsələn, keçən ilki dəyər 100% idi, 100% X idi, 117,5% eləyir 62,3-ə. Buradan da işsizlikdən sığorta haqlarını hesablasanız, bu da bərabər olacaq 53,2-yə. Bir dənə qaldı icbari tibbi sığorta haqları. Bu da yenə eyni qaydada. Keçənki dəyər 100-dür. 100 dəyərimiz deyək ki, burada x-ə bərabərdir. 13,7% artı bax, olub 113,7-si də 62,5. Burada da təbii ki, çarpaz olaraq vurub x-in dəyərini hesablayacaqsınız. Buradan çıxan da dəyər bizim üçün bərabərdir 54,5. %97'ye. Bakın sığorta daxil olmalarının 2022'deki bütün dəyərlərini hesabladınız. İndi aşağıdan gəlin qeyri-büdcələri hesablayaq. Baxın, bayaqçı ilə eyni qaydada davam edəcəyik. Deyir ki, 2022-ci il müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 14,3% artaraq 1,1 milyard olub. Çox bəsit. 1,1-in nə dəyəri olaraq yazacağıq, əziz tələbələr? 1100 dəyəri olaraq yazacağıq. 1100 bizim üçün neçə faizdir? 114,3'e bərabərdir. İndi 14,3% artmağı bilirik də 100-ün üstünə çıxdığı üçün 100%-in üzərinə gəlir. Keçənki dəyər də x olsun, o da bizim üçün 100%-ə bərabər olsun. Bura qeyd eləyək, bu daxil olmaların hamısı idi. İndi bir də gəlin qeyri-büdcəni yazaq. İndi rəqəmləri buradan qeyd eləyirəm. İndi deməli buradan x dəyərimizi hesablasaz, əziz tələbələr, bərabər olur 962,38-ə. Yenə eyni qaydada 14,8% artaraq 65 milyon olubdu. Heç nə, 65 milyon 114,8-dir, x də 100%-dir. Buradan da hesablayanda bizim dəyərimiz bərabər olacaq 56,62 dəyərini. Bir dənə hesablamadığımız bu 250 milyon qalıb, o da icbari tibbi sığorta haqlarını göstərir onsuz. İndi əvvəlki dəyəri yenə 100% idi. O da bizim üçün x idi. Növbəti ildə 250 olubdu. Bu da 119,8 yazaraqdan x-in dəyərini hesablayanda burada çıxacaq dəyərimiz də 208,68-ə bərabərdir. Bu daxil olmaların bütünlüdür. Bu da qeyri-büdcədir. Büdcəni tapmaq üçün nə edəcəksiniz? Buradakı 3 dənə dəyəri toplayırsınız. Baxın, bu daxil olmaların cəmi bərabər olur. Bizim üçün buradan yazım. 1713,68-ə. Ondan çıxırsınız qeyri-büdcənin cəmini. Qeyri-büdcənin cəmi də eləyir 1227,67. Bunların fərqi də verəcək bizim üçün büdcəni. O da bərabərdir bizim üçün 486,2. İndi bunu deyir təhliklərə qədər yuvarlaqlaşdırın. Təhlik burada 6 olduğu üçün cavabda eləyir 486. İndi baxaq 3 nömrəli suala əziz tələbələr. Bilirsiniz ki, son imtahanların populyar suallarındandır hamar ağac. Deyir 2024-cü ildə bəzi ölkələrin ümumi dövlət borcunu, ÜDB-ni, ümumi daxil məhsula, yəni ÜDM-yə nisbətdə faizlə göstərən hamar ağac diaqramından istifadə edərək tapşırığı yerinə yetirin. Burada siz nə deməyə çalışır? Deyək ki, bir ölkənin 10 manat borcu var, 100 manatlıq da məhsulu var. Deyir diaqramdakı bu indeksləri əldə etmək üçün onu bölürsüz 100-ə, yəni borcu bölürsüz məhsula, vurursunuz 100-ə faizlə də axı. Burada da deyək ki, ixtisarları aparanda, buradakı indeksi nə olaraq tapdınız? 10 olaraq tapdınız. İndi yekunda görə bizə sualda nə soruşulur? Birinci mətnini oxuyanda deyir, Rumıniyanın ödəməsi, yəni başa buna məhsul və borc deyəcəm. Rumıniyanın məhsulu Fransanın məhsulundan 3,1 dəfə az, borcu isə Azərbaycançından 15 dəfə çox. Fransanın məhsulu Azərbaycanın məhsulundan 4,2 dəfə çox olduğunu bilərək Rumıniyanın ÜDB-nin, yəni borcunun onun məhsuluna olan nisbətinin neçə faiz olduğunu müəyyənləşdirin. Fikir verirsiniz, bu qrafikdə bir dənə dəyər verilib Azərbaycan üçün. Nə Fransanın, nə də Rumıniyanın nəticəsi yoxdur. İndi Azərbaycanın baxın, faizi çıxıb 35,5. Bu nədir? Deyək ki, borc bölünsün məhsul, vurulsun 100, bərabər olub Azərbaycanda 35,5-ə. Bunu tapmaq üçün nə edirsiniz? Özünüzdən rəqəmlər yaza bilərsiniz, misal üçün. Gəlin Azərbaycanın borcunu 355 yazaq, onun məhsulunu 1000 yazaq, onu da 100-ə vuraq, yekunda əldə edəcəyimiz nəticə olsun 35,5. Yəni burada rəqəmləri biraz fərqli də yazmaq olar, amma ən sadə şəkildə yazmaq üçün dəyərimiz bu olacaq. İndi Azərbaycanı gətirirəm buradan yazıram. Azərbaycan.
Azərbaycanın borcu nə qədər oldu bizim üçün? 355. Məhsulu nə qədər oldu bizim üçün? 1000. İndi bunu istinad alaraqdan sualı həll eləyərək gedək. Sonra diqqət yetirək, Azərbaycan Rumıniya ilə qarşılaşdırması var idi. Deyir, Rumıniyanın məhsulu Fransa məhsulunun 3,1 dəfə azdır, borcu isə Azərbaycanın borcundan 15 dəfə çoxdur. Azərbaycanın borcu 355 idi. Gətirək buradan da Rumıniyanı tamamlayaq. Rumıniyanın borcu və məhsulu. Rumıniyanın borcu deyir Azərbaycanın borcundan 15 dəfə çoxdur. Azərbaycanın borcu 355-dirsə, Rumıniyanın borcunu tapmaq üçün 355-i gətirib vuracağım 15 dəyərinə. Bunu da əldə edəcəyimiz dəyər bərabərdir 5325-ə. Bu Rumıniyanın borcu oldu. Deyir Fransanın məhsulu Azərbaycanın məhsulundan 4,2 dəfə çoxdur. Bir dənə də bizim üçün burada Fransa var. Fransanı yazaq, borcu da yazaq, məhsulu da yazaq. Deyir Fransanın məhsulu Azərbaycanın məhsulundan 4,2 dəfə çoxdur. Azərbaycanın məhsulunu nə qədər qəbul eləmişik? 100, əstəğfurullah, 1000. 1000-i vuracağım 4,2-yə. Fransanın məhsulu bərabər olacaq bizim üçün 4200 dəyərinə. Bundan sonra bir dənə nüans daha var. Deyir, Rumıniyanın məhsulu Fransanın məhsulundan 3,1 dəfə azdır. Biz Fransanın məhsulunu 4200 tapmışıq axı. Deməli, Rumıniyanın məhsulu ondan 3,1 dəfə azdır axı. 4200-ü gətirib böləcəyik 3,1-ə. Buradan da əldə edəcəyimiz dəyər 1354,84 olacaq. İndi bizə deyir ki, Rumıniyanın borcunun onun məhsuluna nisbətinin neçə faiz olduğunu müəyyənləşdirin. Hər şeyi tapmışıq da. Borcu nə qədərdir? 5325. Onun məhsulu nə qədərdir? 1354,84 vurulsun 100 faizlə deyir. Buradan da əldə edəcəyimiz dəyər 393,3'dür. Bizdə deyir ki, cavabı təkliklərə qədər yuvarlaqlaşdırın. 3-ə qədər yuvarlaqlaşdıranda əldə edəcəyiniz nəticə 393-ə bərabərdir. İndi baxaq 4 nömrəli suala. Çox bəsit primitiv sualdır. Deyir, Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri Çıraq Günəşli neft-qaz yataqları üzrə şirkətlərin pay bölgüsünü göstərən cədvələ əsasən tapşırığı yerinə yetirin. Cədvəlimiz buradadır. Deyir, neçə şirkətin payları birlikdə bütün şirkətlərin paylarının 1/4-ə ən yaxın olar. Ümumiyyətlə 4-də burada hamısı görürsünüz faizlə verilib axı. Yəni 1/4 anlayışı nədir? 100%dir bizim üçün. Onun 1/4 deyəndə 25% olaraq başa düşəcəyik. Deyir, yəni hansı 4 dənəsinin cəmi birlikdə, yəni 25-ə daha yaxındır. Bunu tapmaq üçün əslində çox bəsit. BP 9,2-dir. Sonra gəlir bizim üçün burada baxın 8,5 ilə birlikdə Exxondur. Sonra gəlir bizim üçün Tray 4,73'dür. Bir də bizim üçün İKOTU deyə bilmədim 2,9'dur. Bu dördün cəmi bizim üçün verəcəyi dəyər nə qədərdir? 25,33. 25-ə ən yaxın nədir? Buradakı 4 dənə dəyərin, yəni 4 şirkətin cəmi. İndi bizə də onsuz deyir ki, neçə şirkətin payı birlikdə, neçə şirkət oldu? 4 dənə şirkət oldu. Ona görə də cavabımız 4-dür. İndi davam edək 5 nömrəli sualımızla. Bu da Beijing qəbuluna düşmüş sual formatlarından biridir. Deyir 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda istehsal olunan elektrik enerjisinin həcminə və aid məlumatları göstərən cədvəldən istifadə edərək tapşırığı yerinə yetirməliyik. Baxın, burada deyir ki, 2024-cü ilin birinci yarısında emal olunan enerjilərdir. Baxın bunlar. Burada da öncəki ilin analoji göstəricisine nisbətən artması və ya azalmasını faizlə qeyd olunubdur. Necə eləyirik? Və aşağıda bir yer sual haqqındadır. Baxın, əziz tələbələr. Bunun əvvəlki dəyərini gərək biz su elektrik stansiyaları üzrə bu əvvəlki analoji dəyəri tapmalıyıq ki, onun neçə faiz artdığını və ya azaldığını təyin eləyək. Bunu necə eləyə bilərik? Baxın, yuxarıda bütün verilibdir bizim üçün. Yəni bunların hamısının cəmi yuxarıda bütün olaraq qeyd olunubdur. Deməli, bütünün də keçən ilə nəzərən neçə faiz artdığı qeyd olunubdur. Əvvəlkinin, yəni 2023-ün dəyərini hesablayaq görək. Bütün bizim üçün nə qədər idi? Bayaq da izah elədiyimiz kimi 10 milyard 120 milyonu necə yazacağıq biz qiymət olaraq? 10.120 dəyəri olaraq. 10.120 dəyəri 5,2% artıb.
Yəni 10.120 dəyərini əldə etmək üçün əvvəlki dəyər 5,2% artırılıb. Olub neçə faiz deməli? 105,2. Əvvəlki dəyərə x deyək, keçənki dəyərimizdə olsun bizim üçün 100%. Buradan gətirib hesablama eləsək, buradan da elə 2022 yazıram, hesablayaq da. 2022-də İstehsal olunan bütün elektrik enerjisi bizim üçün nə qədər idi? Baxıram ki, 9619 tam %77. İndi bundan sonra istilik elektrik stansiyaları üzərində də tapa bilərik. Bu səfər yenə nə edəcəyik? 9 milyard 550,6 milyon üçün yazacağım 9550,6. Bizim üçün neçə faizdir? 6,8 %8 faiz artaraq əldə olunub axı. O deməli 106,8 faizdir. Keçənki dəyərdə 100 faizdə bizim üçün x-ə bərabərdir. Yenə çarpaz vurub hesaplayandan sonra burada əldə edəcəyiniz dəyər 8942,5-ə bərabərdir. 505-i saxlayaq, çünki onun əvvəlki dəyərin birbaşa tapa bilmərik. Bura baxın elə. 92 tam onda 5 necə əldə olunub? 8 tam onda 1 artaraq. Deməli 108 tam onda 1% bizim üçün 92 tam onda 5-ə bərabərdirsə, 100% də bizim üçün x-ə bərabərdir. Əvvəlki dəyəri də hesablayanda burada çıxır bizim üçün 85 tam %57. Hə, bir də külək elektrik stansiyalarına baxaq. Külək elektrik stansiyaları əvvələ nəzərən azalıbdır. İndi 100-dən çıxartsaq 25,7-ni 74,3% olur. Deməli, keçənki dəyər bizim üçün belə yaza bilərdik. 74,3 bizim üçün nəyə bərabərdir? 28,6-ya. 100% də bizim üçün x-ə bərabərdir. Çarpaz olaraq vurub hesaplayandan sonra burada da əldə edəcəyiniz dəyər 38,49-a bərabərdir. Bir dənə günəş elektrik stansiyaları qaldı. Günəşi də eyni qaydada 21,4 105,4% olduğu üçün 100% də x məntiqi ilə günəşi də tapırıq ki, 20,3-ə bərabərdir. İndi baxın, 2022-nin analoji göstəricilərini yazdıq. Bir dənə su qalıbdır. Buradakı 9619,77 baxın bunların cəminə bərabərdir. Sualı tapmaq üçün dəyəri nə edirəm? 9619,77-dən çıxaram. Baxın, buradakı 4 dənə nəticənin cəmini. Bunu da çıxardandan sonra sual işarəsinin yerinə tapacağımız dəyər bərabərdir. 532 tam %91. İndi əziz tələbələr, keçənki dəyərimiz 532 tam %91 idi. Bu neçə faiz idi? 100% idi. Növbəti il x faizdir, bunun neçə olduğunu bilmirik. Amma növbəti il haqqında bir məlumatımız var ki, dəyəri nəyə bərabərdir bizim üçün? 505-ə. 505 də bizim üçün x faizə bərabərdir. Yekunda bu x faizli hesablayanda əldə elədiyimiz burada x dəyərimiz 94,76-dır. İndi əziz tələbələr, 100%-dən 94,76%-ə düşmək üçün nə qədər azalıbdır? 5,24% azalıbdır. İndi bizə deyir ki, cavabı təkliklərə qədər yuvarlaqlaşdırın. Burada da 5-dən sonra bir dənə 2-dir deyə cavabımız 5-ə bərabər olacaq. İndi baxaq 6 nömrəli suala. Heç burada hesablama belə yoxdur, əziz tələbələr. Var da, ehtiyac yoxdur. Deyir 2018-dən 25-ci illər ərzində Azərbaycanda internet istifadəsinin həcmini 1000 manatla göstərən diaqramdan istifadə edərək tapşırığı yerinə yetirməliyik. Və deyir 2019-25-ci illəri əhatə edən, yəni buradan başlayarıq, əhatə edən dövrün hansı ilində Azərbaycanda internet istifadəsinin həcmi əvvəlki ilə nisbətən faizlə artma göstəricisi ən az olubdur. Baxın, əziz tələbələr, suala baxanda elə o dəqiqə rahat görünür ki, 2000-dən 2021-ə keçəndə 2021-in göstəricisi daha az olub. Lap bunu görməsəz də. Deyək ki, rəqəmləri gətirin, yazın üstünə göz qərarı. Bu 810-dur. Bu biraz artıbdır, bunu hardasa bir 880 demək olar. Buranın dəyərinə baxsaz, bu hardasa bir 920-yə və ya 910-a bərabərdir. Buradakı dəyərə baxsaz, əziz tələbələr, 920-yə bərabərdir. Buradakı dəyəri hesablasanız, bu hardasa bir 950-si var. Bura olsun 950. Bura ümumiyyətlə azalma olubdur 2023-ə baxsaz. Heç ona görə çox da nəzərə belə almağa ehtiyac yoxdur. Bu da deyək ki, olsun 690. Bura baxsaz, bu hardasa
Qrafiki izləsək 800-ə gəlir də, düz deyilmi? Bu da hardasa bir 790'ı var bizim üçün. Buradakı dəyərə baxsaz 2025'də. Bu da 1000'ə hardasa yaxlaşır. Buna da 990 deyək. Burada rəqəm olaraq ən az artım hardadır? 2020'dən 21'ə keçən vaxt. Deməli, əvvəlki ilə nisbətən, indi bunda təbii ki, aralarındakı faiz fərqini hesablaya bilərsiniz. Böyükdən kiçiyi çıxıb kiçiyə bölüb 100'ə vura bilərsiniz. Amma ehtiyac yoxdur. Çünki rəqəm olaraq ən az azalan hansıdır? Ən az artan daha doğrusu 920, yəni 2021-ci il. Ona görə də cavabımız B variantıdır. İndi baxaq 7 nömrəli suala. Deyir, Azərbaycandan xaricdə səfər edən vətəndaşların 2025-ci ilin müxtəlif dövrləri üzrə sığorta göstəriciləri əks etdirən cədvəldən istifadə etməliyik. İndi aşağıda birbaşa sualı oxuyaq da. Deyir, sığorta zərərliyinin sığorta daxil olmasının hər 100 manata düşən sığorta ödənişi olduğunu bilərək. 2024-cü ilin yanvar-iyun ayları üzrə sığorta. 2024-ün yanvar-iyun. Baxın, nağdı yanvar-iyunu bura gördük. Bura yanvar-iyuldur. Bura deməli bizə bəri başdan lazım deyil. Deyir, 2024-cü ilin yanvar-iyun ayları üzrə sığorta zərərliyinin neçə manat olduğunu müəyyən eləyin. Eləyək. İndi bura 2025'in göstəricilərdir və deyir, öncəki ilin yanvar-iyun aylarına aid analoji göstəricilər nəzərən artması və ya azalması faizlə qeyd olunubdur. İndi əziz tələbələr, 3 milyon 846,2. Biz indi 2024 dəyərlərini hesablayacağıq. Bizim üçün neçə faizdir? Artı baxı. 145,1 faizdir. Bunun 100 faizi də nəyə bərabərdir? Biz yenə x-dan davam edək. X-ə bərabərdir. Burada tapacağımız değer bizim için 2650 tam %72'ye bərabərdir. Sığorta ödənişləri isə keçən ilə nəzərən azalıb dəst edə bilər. 29,9% azalıbdırsa bu bizim üçün nə kimi başa düşəcəyik? 70,1 kimi başa düşəcəyik. İndi 226,2 bizim üçün neçə faizdir? 70,1 faizdir. Deməli 100 faizlə nəyə bərabərdir? X-ə bərabərdir. Buradan da x-in dəyərini tapırıq ki, keçən ilki dəyərimiz 322,68-ə bərabərdir. İndi sualın şərtinə gedək. Deyir, sığorta zərərliyinin sığorta daxil olmasının hər 100 manatına düşən ödənişi olduğunu bilərik. Hə, heç nə hesablayaq da, deməli nə etmək lazımdır? 322,68 bölünsün 2650 tam %72 vurulsun 100'ə. Buradan da çıxacaq nəticəmiz bərabərdir 12,17'yə. Bizə deyir, təhliil 10'da birlərə qədər yuvarlaqlaşdırıq. 10'da 1, 1 də ondan sağda 7 olduğu üçün cavabımız 12,2'yə bərabərdir. O da B variantı. İndi baxaq 8 nömrəli suala istəyiblər. Deyir, 2025-ci ilin yanvar-iyun aylarında SOKAR Azərqazı İstehsalat Birliyinin çağrı mərkəzinə zənglər olunub. Yəni deyir, burada 554.332 digər müraciətlər olub, 35.010 təzyiqlə bağlı müraciətlər olub, 28.512 də bizim üçün təchizatla bağlı problemlər, yəni müraciətlər olub. Yekunda deyir ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində çağrı mərkəzinə edilən bütün müraciətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 44.624 azalıbdır. Hə, yəni burada azaldığını yekunda qeyd edir. Də deyir, o cümlədən təchizatla bağlı 8492, təzyiqlə bağlı 3928 ədəd azaldığını bilərək digər müraciətlərin neçə faiz azaldığını müəyyənləşdirin. Baxın, əziz tələbələr. Bütün azalma bizim üçün nə qədərdir? 44.624'dür. O cümlədən deyir 44.624 bu üçü birlikdə azalıb keçən ilə nisbətən. Burada sadəcə 44.624'ün bir əzi 8492'dir, bir əzi 3928'dir. Digəri tapmaq üçün nə edirik? Gətirirəm option bu azalmadan çıxıram 8492'ni, bir də çıxıram 3928'i, tapım görüm digər müraciətlər spesifik olaraq nə qədər azalıbdır. Bunu da dəyərimizi hesabladığımız təqdirdə bizə çıxır. Baxaq görək 32.204.
Hə, deməli digər müraciətlər 2025-in resursları 2024-ə nəzərən 32204 azalıbdır. Hə, deməli əvvəlki ili tapmaq üçün bu dəyərin üzərinə 32204-ü gəlməliyəm. Niyə gəlməliyik? Çünki 2024-ün dəyəri daha çox idi. Azalaraq 2025 əldə olunubdur. İndi yekunda burada da 554.332-nin üzərinə gəlirəm 32204 dəyərinə. Bu da bərabərdir bizim üçün 586.536-ya. Hə, da 2024-ün nəticəsi buradır. 2000 bu 2024-dür. Burada öz tələbələr 2025-dindir. Neçə faiz azalıb bunu tapmağa nə var ki? Əvvəlki ili gətirək yazaq. Əvvəlki ilimiz 586.536-dır. Bu əvvəlki ilimiz neçə faiz olsun? 100%. Növbəti ilimiz nə qədərdir bizim üçün? 554.332. Bu neçə faizdir? X faizdir. Çarpaz olaraq vurub hesaplayandan sonra X faizimiz bərabər olur. Bizim üçün burada 94 tam mində 509-a. İndi 100 faizdən 94 tam mində 509-a gəlibsə neçə faiz azaldığını necə tapacağıq? 100-dən çıxacağım 100 faizdən bu dəyəri. Bu da bərabər olacaq bizim üçün 5 tam 100 mində 4491-ə. İndi deyəkində deyir cavabı təkliklərə qədər yuvarlaqlaşdırın. Təklik burada 5-dir, axı 5-in sağında 4 var. Bunu təkliklərə qədər yuvarlaqlaşdıranda əldə edəcəyimiz cavab 5-ə bərabərdir. İndi baxaq 9 nömrəli suala. İmtahanlarda dəfələrlə özünü isbatlamış neft sualıdır. Baxın, burada nədən söhbət gedir? Birinci loru dildə izah edeyim, sonra sualın həllinə keçək. Düzü bu video çarxın əsas məntiqi mövzu başa salmaq deyil, sınaqdakı sualların izahıdır. Yəni, bilən tələbələr üçün çəkilmiş videodur, amma digər qalan tələbələr də başa düşsün deyə izah eləyəcəm. Baxın, elə düşünün ki, bir məhsulunuz var. Bu məhsulu 5 manata satırsınız. Deyirsiniz ki, mən bunu 5 manatdan satsam, ilin sonunda mənim əlimdə olacaq, deyək ki, 1000 manat pul. Bir marketiniz var, 5 manatdan məhsul satırsınız. Dediniz, bunu 5 manatdan satsam, ilin sonunda 1000 manat pulum olacaq. Amma həmçinin deyirsiniz ki, bunu 5 yox, deyək ki, 6 manata satsam, ilin sonunda nə qədər qalxacaq? Əlimdəki pul nə qədər artacaq? Və ya 5 yerinə 4 manata satsam nə qədər olacaq? Bu da sualın tərkibində deyir ki, məsələn, hər qalxan, örnək verirəm, 9 dollara görə 0,54 milyard. Biz də elə fikirləşək 5 manata satmırdıq. Hər qalxan 1 manata görə yekun məbləğimiz ayın sonunda deyək ki, 100 manat artsın. Yəni elə bir 5 manata yox, 6 manata satanda 1100 manatımız olacaq. Hər azalan 1 manata görə də 100 manat azalsın. Elə bir ilin sonunda əgər 4 manata satsaq, ilin sonunda əlimizdə 900 manat pul qalsın. Sualda da bunu hesablayırıq. İndi yekunda sualın şərtində də deyir, xam neftin bir bareli ikinci yarımillikdə orta hesabla 80 dollara satılsa, 2024-cü ilin birinci yarım ilinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 73,5 milyard dollar olacaq. O ki, bayaq dedik ya, 5 manata satsaq ilin sonunda 1000 manat olacaq. Onun kimi. Burada deyir 80 dollara satsa ilin sonunda 73,5 milyard olacaq. Deyir, proqnozlaşdırmaq olar. Deyir, xam neftin bir bareli ikinci yarım ildə orta satış qiymətindən, yəni 80 dollardan qiymətdən çox olan hər 9 dollara görə 0,54 milyard dollar artacaq. Hər az olan 9 dollara görə isə 0,54 milyard dollar azalmağı proqnozlaşdırılır. İndi baxmalıyıq görək bu neft ümumilikdə 80 dollardan yuxarı satılıb, yoxsa aşağı satılıb. Bunun üçün nə edirik? Baxın, əziz tələbələr, deyir neftimiz nə qədərdir bunu bilmirik. Neçə barel neftimiz var bunu bilmirik. Onun üçün yerinə bir dəyər yazıb ortalamanı hesablayacağıq. Baxın, əziz tələbələr, deyir əlimizdə olan neftin 14-də 3 hissəsi, 2-də 1 hissəsi, 7-də 2 hissəsi. Yəni, burada əlimizdə elə bir bareldə neft tutmalıyıq ki, həm 14-də 2-yə, 7-yə bölünsün. Örnək verirəm 70 barel. 70 barel neftimiz olsun. 70 barelin 10-da 4, 14-də 3 hissəsi. Yəni, 70-i 14-də böldünüz 5 dəfə, 3-ə vurdunuz 15. Deməli, 15 bareli neçədən satıblar? Baxın, hər bareli 42 dollardan. Yazdım, 15 vurulsun 42. Sonra deyir 70 barelin 2-də 1-ini, yəni 35 bareli neçədən satıbdır? Bu arada bunun da altından xətt çəkək, daha yaxşı görünsün bizim üçün. 35 bareli neçəyə satıb? 58 dollara. 35 vurulsun 58. Axı
35 dənə varel var. Hər bareldə 58 dollardan satılır axı. 35 vurulsun 58. Bir də 7-də 2 hissəsi, yəni 70-i 7-yə böldünüz. 10, onu da 2-yə vurdunuz 20. 20 bareldə neçədən satılıbdı? 210 dollardan. İndi burada bunların orta dəyərini tapmaq üçün nə edəcəyik? Toplayacağıq əziz tələbələr. Böləcəyik sayını. Sayımız nə qədərdir? 15, 35, 20. Yəni 70-ə bərabərdir. Çıxan dəyərimiz də burada bərabərdir. Bizim üçün əziz tələbələr 98-ə. Yəni ortalama olaraq 1 barel neft 98 dollara satılıb. Bu proqnozlaşdırılan qiymətdən daha yuxarıdır. Nə qədər yuxarıdır? 80-in proqnozlaşdırılmışdı, 98-ə satılıbdı. 98 çıxılsın 80, 18 dollar artıq var hər bareldə. Bizə də sualda deyilmişdi ki, hər 9 dollara görə 18-in içində neçə dənə 9 var? 2 dənə əziz tələbələr. Deyir, hər 9 dollara görə bizim üçün Azərbaycan Respublikasının Dövlət Neft Fondunun aktivləri 0,54 milyard dollar artacaq. İndi 2 dənə 9 olduğu üçün 2-ni vurdum 0,54-ə. O da bərabər oldu. Bizim üçün 1,8-ə. Bizim üçün də fondun miqdarı nə qədər idi? 73,5. 73,5-in üzərinə gəldim 1,8-i. O da bərabərdir bizim üçün 74,58. Onu da təkliklərə qədər yuvarlaqlaşdıranda əldə edəcəyiniz dəyər 75-ə bərabərdir. İndi baxaq 10 nömrəli suala. Yenə vericinin qəbulunda düşmüş sual formatlarından biridir. Deyir, əhali sayının dəyişməsi yalnız təbii artımdan, yəni doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərqdən, daimi yaşamaq üçün gələnlərin və daimi yaşamaq üçün gedənlərin sayından asılıdır və 2021-25-ci illər ərzində Naxçıvan şəhəri üzrə əhalinin sayının və təbii artımın 1000 nəfərlərlə ilin sonuna göstərən diaqramdan istifadə etməliyik. Yəni burada siz nə deməyə çalışır? Deyir 75,3 adam var. Bu da qrafikdə bu arada 1000 nəfərlərlə ifadə olunub. Yəni 75,3-ü vurursunuz 1000-ə, o da bərabər olur 75.300-ə. Burada deyir təbii artım 1,1000-də 32-yə bərabərdir. Bu siz nəyə bənzər? Deyək ki, bir kənd deyək də, indi kənd olsun, məhəllə olsun, fərqi yoxdur. Deyək ki, 10 dənə adam var. Bunun 8-i yerli əhalidir, 2 nəfər də təbii artımdır. Yekunda 10 nəfər olubdur. Gələn deyək ki, 9 nəfər oldu. Gələn 9 nəfər olanda müqayisə apara bilirsiniz ki, bu 9 nəfər idi. Deyək ki, bunun 9 deməyək də, burada biraz rəqəmi böyüdəcəm. Deyək ki, 12 nəfərdir. Burada da 3 nəfər təbii artım var. 12-dən 3-ü çıxanda, bilirsiniz ki, 12-dən 3 çıxdım, 9 qaldı. Elə bir təbii artımı qoydum bir kənara da. Təbii artım olmadan bura gələnlərlə gedənlərin sayı necə olub? Keçən il 10 nəfər idi. Bu il təbii artımı qırağa qoyanda 9 nəfər çıxdısa, deməli gedənlərin sayı daha çox olub. Sualdan bunu başa düşəcəyik. İndi deyir 2022-25-ci illəri əhatə edən dövrün yalnız bir ilində daimi yaşamaq üçün Naxçıvan şəhərinə gələnlər və oradan eyni məqsədlə gedənlərdən çox olub. Gələnlərin sayı çox olubdursa, deməli keçən ilə nisbətən əhali artmalıdır. Həmin ildə daimi yaşamaq üçün gələnlərin və gedənlərin say fərqini müəyyən edin. Baxın, əziz tələbələr, qrafik oxumaq hardan başlamalıyıq? 2022-dən etibarən dəyərləndirməliyik. İndi baxaq. Lap biz yazaq burada 2021-in də dəyərini yazaq. İndi 2022-də 76,2-dən demişdik də ümumi əhalidən təbii artımı gətirib çıxartmalıyıq. Ümumi əhalimiz 76,2-dir. Buradan 0,97-dən çıxanda nəyə bərabər olacaq? Üstündən yazım. 74,1268-ə bərabər olacaq. Baxın, keçən il ümumi əhali 75,3 idi. Burada 74,1268 qalıb. Doğulanları, yəni təbii artımları çıxardanda. Deməli, burada gedən sayısı daha çox olub, əziz tələbələr. 2023-ün dəyərini hesablayaq. 77-dən çıxıram 0,9-u. Bu da bərabər olacaq bizim üçün 76,1-ə. Fikir verirsiniz, bura 76,1-dir. Əvvəlki il 76,2 olubdur. Burada bildik ki, yenə gedənlər daha çox olubdur. Deməli, burada da elə bir artım yoxdur. İndi gəlin hesablayaq sizlərlə birlikdə. 2024-ün dəyərin. 78,5-dən çıxıram 0,98-i. Burada da əldə edəcəyimiz dəyər bərabərdir 77,52. Aha, baxın, görürsünüz. Bu ildə təbii artımı bir kənara qoyanda 77,52-lik bir əhali olub. Əvvəl nə qədər imiş? 77. Deməli bu
%50 kardan gəlib. Deməli gələnlərin sayı daha çoxdur. Bunu tapdınız. Bunu da qoyaq bir kənara. Onsuz bu cavabdır. Və elə belə bunu da baxacağam. 79-dan çıxırsınız 1,2-ni. Bu da bərabər olur 77,8-ə. Və görürsünüz bura 78, bura 77. Onsuz burada da artım olmayıb. İndi əziz tələbələr, burada 77 min adam var idi. Onsuz qrafik 1000 nəfərlərlə ifadə olunur. 77 min adam var idi. Növbəti il olub 77 min. 52 nöqtə vergül minə vuranda olacaq 520. Deməli artım nə qədər olub? 77 min burada, 77 min 520 burada. 520 artım olduğu üçün cavabımız B variantı olaraq işarələnəcək. İndi baxaq 11 nömrəli sualımıza. Deyir 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana ətdən və əlavə ət məhsullarından hazırlanan və idxal qiyməti 8 milyon 241 min dollar olan mal kalbasa ithal edildi. 1 doların 1,7 manata ekvivalent olduğunu bilərək verilmiş diaqramdan istifadə edin və tapşırığı həll edin. Baxın, əziz tələbələr, manat kiloqram deyir burada. Deməli 2356 tonu minə vurmalıyam ki, bunu mən tondan çıxardım, kiloqram edeyim. Kiloqram dəyərimiz nə qədərdir? Baxın, q yazaq burada. Bərabərdir bizim üçün. 2 milyon 356 kiloqram. Bəs bizim üçün AZN nə qədərdir? Nə qədər pul xərcləmişik? İndi baxsaq burada kiloqram cinsindən 2 milyon 356 min kiloqram xərcləmişdik. Manatı tapmaq üçün də biz burada 8 milyon 241 min dollar xərcləmişik axı. Onu da gətirib 1,7-yə vursaq 1 manat 1 dollar çünki 1,7 manat olaraq ekvivalent edilibdir. Buradan da əldə eləyəcəyimiz dəyər budur. İndi yekunda. Baxın, əziz tələbələr, buradan cədvəli yazaraq gedək. Rusiyanı hesablayaq. Bizə Rusiyanı verib, Almaniyanı, Belarusu, Türkiyəni və digərin neçə manatın, deyək ki, kiloqram qiymətinin neçə manata düşdüyü soruşulur. Birinci Rusiyadan hesablasaq. Rusiya bərabərdir. Əziz tələbələr, Rusiya neçə faizdir? 83 faizdir. Yəni burada biz 2 milyon 356 min kiloqram tapmışıq, onun 83 faizidir. Onun da 83 faizini hesabladığımız təqdirdə bərabər olur 1 milyon 955 min 480 kiloqramı. Kiloqram olaraq tapdınız. Bunun hər kiloqramı nə qədərdir? 5,1 manatdır. Ona da vurdunuz 5,1 manata. Bərabər oldu. Yəni Rusiyadan kalbasa almaq üçün nə qədər pul xərclənibdir? Bu iki dəyərin hasili qədər. Bu da eləyir bizim üçün 9 milyon 972 tam 9 milyon 972 min 948-ə bərabərdir. Bu Rusiyanın dəyəri olsun. Sonra gəldik Almaniyanı hesabladıq. Almaniya nəyə bərabərdir? Əziz tələbələr, Almaniya fikir verirsiniz qrafikdə 5%-dir. Yəni ümumi çəkim 5% Almaniyadan alınıbdır. Bu da bərabərdir bizim üçün 117.800 kiloqramı. Burada da Almaniyadan alınan hər kiloqramın qiyməti nə qədərdir? 6,5. Vurdunuz 6,5-ə. Buradan da əldə eləyəcəyiniz dəyər 765.700-ə bərabərdir. Bundan sonra gəlirsiniz Belarusu hesablayırsınız. Bu yazsaq kifayətdir. Belarus da bizim üçün yenə kiloqram dəyəri kiloqram olaraq eyni olacaq. Çünki Belarusla Almaniya ikisi də 5%-dir. Olsun 117.800 kilo. Onun da hər kilosunu neçəyə alıblar? 9,7 manata. Vurdunuz 9,7-yə. Bu da bərabər oldu bizim üçün 1 milyon 142 min 660 manata. İndi Türkiyə qaldı. Türkiyəni hesablayaq. Türkiyə bizim üçün neçə faizdir? 4%-dir. Deməli, bunun da bizim üçün kiloqram olaraq hesablasaz bərabər olacaq 94.240 kiloya. Hər kilonun qiyməti 13,1 manatdır. Vurulsun 13,1-ə. Bu da bərabərdir bizim üçün 1 milyon 234 min 544 dəyərinə. İndi bizə nə lazımdır? Digər lazımdır. Baxın, əziz tələbələr, digər birinci D yazsaq kifayətdir. Neçə faizdir? 3%-dir. Deməli, ümumi çəkin neçə kiloqramdır? Yəni, digər neçə kiloqram kalbasadır? Burada gətirdim, kiloqramımız 2 milyon 356 min idi, onun 3%-ni hesabladıq. Onun 3%-ni də hesablasaq, bizim üçün nə qədər eləyir? 70.680 kiloqrama bərabərdir. İndi baxın, burada
Biz bilmirik kiloqram qiyməti nə qədərdir. Vurulsun x yazdım, bərabərdir. O bərabərliyi hesablaya bilərik. Biz ümumilikdə nə qədər pul xərcləmişik, əziz tələbələr? Baxın, 3 belə 3 belə 14 milyon 9700 manat pul xərcləmişik. Ümumi pul, baxın, burada xərclənən, buranı da bilmirik, buranı da y dəyərləndirim. Y-in bunun cəmidir. Ha, deməli, buradakı dəyərimizdən, manat cinsindən bu dəyərləri çıxanda bizim üçün y-i verəcək. Y dəyərimiz də bərabərdir bizim üçün burada. Baxın, bir dənə, deməli, 89, 38, 48. Deməli, buradakı dəyərimiz də nəyə bərabər oldu? Deməli, 3 belə, 3 belə. İndi yekunda da biz x-i tapmaq üçün nə edirik? Ümumi xərclədiyimiz pulu bölərik kiloqrama. 8, 9, 3, 8, 4, 8 bölünsün 70, 680. Buradan da x-in dəyərini də hesabladığımız təqdirdə bərabərdir bizim üçün 12 tam 100 mində 646-ya. İndi bizə deyir ki, burada cavabı onda birlərə qədər yuvarlaqlaşdırın. Onda bir 6-da axı əziz tələbələr. Sağında 4 var, heç bir əhəmiyyəti yoxdur. Cavabımız bərabər olur 12,6-ya. C variantı. İndi əziz tələbələr, baxaq növbəti sualımıza. Deyir 2017-24-cü illər ərzində pomidor hasilatını göstərən diaqramdan istifadə etməklə tapşırığı yerinə yetirmək lazımdır. Və sualın şərtində qeyd olunur ki, 2017-24-cü illəri əhatə edən dövr ərzində pomidor hasilatı ən az neçə min ton artsaydı, bu illərdə aid göstəricilərdə azalmamanın olması şərti ilə diaqramda davamlı artma müşahidə olunardı. Yəni, bizə diaqramda davamlı artma soruşulur. 2017-dən başlayıb 24-ə qədər dəyərləndirəcəyik. Baxın, əziz tələbələr, 2017-dən başladıq. 2017-dən keçdik 18-ə. 18-də görürsünüz artım gözlənilib. Bura 54-dür, bura 55-dir. Okey, burada artım var. İndi baxaq biz növbəti ilə 2019-a. Amma 2019-a baxanda bura 25496-dır, bu 25555-dir. Artım gözlənməyib 2019-da. Deməli, 2019-un dəyərini nə etmək lazımdır? Artırmalıyıq, amma nə qədər? Bu necə eləyirik? Gətirirəm burada 25555-dən çıxıram 25496-nı. Burada çıxanda əldə etdiyimiz dəyər 59-dur. Deməli, mən buradakı dəyəri heç olmasa 59,1 artırmalıyım ki, davamlı artım gözlənilsin. 59,1 artıranda da buranın dəyəri bərabər olur bizim üçün 25.555 tam onda 2-yə. Baxın, görürsünüz nə oldu? Tam 25 min yox, onda 1 estağfurullah. Biz 59 tam onda 1 artırırdıq. Bərabər oldu 25.555 tam onda 1-ə. Görürsünüz, artım gözlənildi. Sonra tələbələrin diqqət eləmədiyi bilirsiniz nədir? Deyirlər, hə, bunu artırdıq, onsuz sonra bura müqayisəni baxın, bu dəyərlə bunun arasında aparıblar, ona görə çətinlik olub. Yox, əziz tələbələr, siz axı buranı 59,1 artırdınız, buranı 59,1 artıranda yeni dəyəriniz budur. Bununla bunu müqayisə eləyəcəksiniz, görə artım var, yoxsa yoxdur, o da görürəm ki, artım yoxdur. Onun üçün də buradakı dəyərimizdən 25.555,1-dən çıxıram buradakı dəyərimizi, o da eləyir 1,1. Deməli, bunu nə qədər artırmalıyam? Minimum heç olmasa 1,2 artırmalıyam ki, davamlı artım gözlənsin. Heç nə 1,2 də artırandan sonra burada əldə eləyəcəyimiz dəyər 25.555,2-yə bərabərdir. Bundan sonra 26.000 verilib, heç burada 26.000-də artım var, problem yoxdur. Bura 29.000 verilib, burada da artım var, problem yoxdur. Amma bura baxın 28.000 görünür. Deməli 29.039,3-dən çıxmalıyım 28.990,5-i. Burada da çıxdığım təqdirdə əldə eləyəcəyimiz dəyər 48,8-dir. Deməli buranı heç olmasa bir 48,9 artırmalıyam ki, davamlı artım gözlənilsin. Artırandan sonra əldə eləyəcəyimiz dəyər 29.039,4 olacaq. Aha, artım oldu. Bura onda 3 idi, bura onda 4 oldu. Növbəti problem bilirsiniz hardadır? Buradadır. 29.000,1 verilibdir. Buranı da artırmalıyam axı. 29.039,4-dən çıxdım. 29.010,1-i bərabər oldu bizim üçün 39,3-ə. Deməli, buranı da bir 39,4 artırmalıyam. O da bərabər olmalıdır 29.039,5-ə. Ki, bura onda 4, bura onda 5 olanda artım olsun. İndi sualda da bizə nə deyirdi? Diaqramda
Azalma diaqramda davamlı artma müşahidə olunardı. Bizə də deyir ki, əhatə edən dövr ərzində pomidor hasilatı ən az neçə min ton artsaydı. Nə qədər artırdı əziz tələbələr? 59,1 belə, 1,2 belə, 48,9 belə, 39,4 belə. Bu artımları da topladığımız təqdirdə əldə edəcəyimiz dəyər 148,6-ya bərabərdir. İndi baxaq 13 nömrəli suala əziz tələbələr. Deyir 2021-25-ci illər ərzində Azərbaycanda olan şəhər və kənd telefon şəbəkəsi taksofonların sayını göstərən cədvələ uyğun olan diaqramı seç. Dəyərlər verilib 2011-də neçədir, 2021-də neçədir, 22-də neçədir və s. İndi bizə düşən iş nədən ibarətdir? Buna uyğun diaqramı seçmək. Baxın əziz tələbələr, burada çıxdaş metodu ilə gedə bilərik. İndi A variantını bir-bir dəyərləndirsək, görək A-da bizim üçün nə problem var? İndi yekunda A-nın dəyərlərinə baxsaz, baxın buradakı ən balaca dəyərimiz neçədir? Baxın bu 2024-ün 2025-in nəticəsi olmalıdır. 2025-də 478. 478. Biz burada A variantını dəyərləndirdik. Səhvliklə C-yə baxdıq. A variantını çıxardaq. 478 olmalıdır, düz deyilmi? Baxın, burada diaqramın mərkəzi harda yerləşibdir, görürsünüz? 200 ilə 400-ün arasında hardasa bir 300-də. Axı bizdə 478 olmalıdır. A variantı buna görə aradan çıxdı. Sonra gəlin B variantı müzakirə eləyək görək B variantında nə problem var. 2024-ün nəticəsi nə qədərdir? 520-dir. Və burada nə qədər olub? Baxın hələ. Hələ 600-ü də keçibdir. Necə 600-ü keçsin? Axı bizdə 500-dür. B variantı da getdi. Gəlin D variantına baxaq. D variantımız başdan ayağa yanlışdır. Misal üçün 2023-ün nəticəsinə baxsaz, 2023-də bizdə nə qədərdir? 613 nəfər. Baxaq görək burada nə qədərdir? Burada 400 nəfər. Deməli, bəri başdan yanlışdır. Buna görə də bizim üçün doğru variantımız C olacaq. Fikir verin. 2021 812 nəfər olub. Baxaq, mərkəzi 800-ü biraz keçibdi. Bəli, 812 saymaq olar. 2022 dəyərinə baxaq. 775. Baxaq 600 burada, 700 burada, 775 hardasa buralardır. Baxın görün mərkəzi burdadır, düzdür. 2023 dəyərinə baxsaq, 613. İndi 613-ü müqayisə eləsək, 600 buradır, deyək ki, 613 biraz mərkəzi yuxarıda olduğu üçün 613 mərkəz biraz yuxarıda olduğu üçün bu da doğrudur. Problem yoxdur. Bir dənə 2024-də baxaq. 2024-də 520 nəfər. 2024-də baxaq. Bu 400-500-ü biraz keçib 520 saymaq olar. Bir dənə axırda nə qaldı? 2025 478 nəfər. 400-ü keçibdir, 500-ə də çatmayıb. Ona görə də uğurlu variantımız C-dir. Növbəti izah eləyəcəyimiz 14 nömrəli sualdır. Əslində 14 nömrəli sualda da heç bir hesablama yoxdur. Sadəcə deyilir ki, 2020-24-cü illər ərzində Azərbaycanda televizor istehsalı, plastik məmulatlar və maşın avadanlıqlarının istehsal indeksi verilibdir. Deyir göstərin diaqramdan istifadə edərək tapşırığı yerinə yetirin. İstehsal indeksi ərzində istehsal olunmuş mal və xidmətlərin əvvəlki ilin analoji göstəricisinə nisbətən faizini göstərir. Baxın, istehsalın miqdarını yox, faizini göstərir. Deyir, hansı sənaye sahəsində 2020-24-cü illərə əhatə edən dövrün hər bir ilində məhsulların həcmi əvvəlki illə müqayisədə artıbdır. İndi gəlin bir-bir baxaq da. 2020-də deyək ki, bu sarıdan başlayaq. Onsuz burada mavi rəng, yəni bizim üçün televizor doğru olacaq. Çıxdaş eləyək. Sarı niyə yanlışdır? Baxın, əziz tələbələr, 100%-in yuxarısına çıxırsa artıb, 100-ün aşağısına düşürsə enib. Baxın, burada müqayisəni necə aparırsınız? 2020-nin nəticəsi əvvəlki ilə nəzərən 101 olubdur, 101%-dir. Deməli artımdır da, düz deyilmi? Çünki 100-ün üstünə çıxıbdır, 1% artıbdır. Bura düzdür. Amma növbəti il 2021-də görürsünüz 97-dir. Baxın 101-dən kiçik olduğu üçün yox. 100% indeksində 100-dən kiçik 97 olan zaman 3% azalma kimi başa düşürük deyə bu plastik məmulatlar getdi. Maşın avadanlıqları. Baxın burada əvvəlki ilin elə 93%-idir. Amma elə bu bəri başdan getdi. 100-ün aşağısına düşübsə azalmadır. Televizora baxaq. 112-dir, 12% artıb, əvvəlki ilə nəzərən artıb. 131-də əvvəlki ilə nəzərən 31% artıb, doğrudur. Baxın, bura 127, bura 131 görəndə yanlışlığa getməyin. Baxın, bu 131-dən kiçik olmanın bir mahiyyəti yoxdur bu 127-nin. Əsas 100-ün yuxarısındadır. Yəni, əvvəlki il nə qədər məhsul var idisə, onun 127 olub, yəni 27% artıbdır. Növbəti ildə eyni qaydada 100-ün yuxarısında, yəni 108 olduğu üçün bu ildə artıbdır. Bunu elə düşünün ki, elə bir 2019-da 100 dənə nə var idi? Televizor var idi.
2020'də o 100'ün 112'sini hesaplayanda burada oldu 112 dənə. Sonra növbəti il 131'ini hesapladınız. Hardasa deyək ki, 3'də 1'i qədər artıb da lap olsun 140. Sonra 127 faizini hesapladınız. Bu səfər 140'ın 127'sini hesaplayırsınız. Belə-belə arta-arta gedir. Ona görə də burada doğru variantımız D olacaq. İndi baxaq sizlərlə birlikdə 15 nömrəli sualı. İndi baxaq 15 nömrəli suala. 2024-cü ilin birinci yarım ilində Agrotex İxrac MMC-nin ixrac göstəricilərini əks etdirən cədvələ əsasən tapşırığı yerinə yetirməliyik. Və deyir 2024-cü ilin birinci yarım ilində tərəfindən ixrac olunan məhsulun dəyəri 2022-ci ilin birinci yarım illiyi göstəricisini müqayisə etmək lazımdır. Baxın, əziz tələbələr. Burada 2024-ün dəyərini verib, onun əvvəlki ilə nəzərən faizlə artması, azalması verilib bizim üçün. Baxın, bu 14,9 əvvəlki ilin 65,2% azalaraq əldə olunmuş halıdır. Deməli, 65,2% azalıbdırsa neçə faiz olubdur bizim üçün? Deməli, 65,2% azatsaz eləyər sizin üçün 34,8. 34,8 faizin dəyəri bizim üçün nə qədər olub? 14,9. Deməli, 100 faizi də bizim üçün nəyə bərabərdir? X-ə bərabərdir. Buradan çarpaz olaraq vurub hesaplayandan sonra əvvəlki ilin dəyərini tapırsınız. 42,81. Bu bizim üçün 2023'ün göstəricisidir. Bir də 2022'nin də göstəricisini əlavə eləməliyik özümüzdən. 2023'ün nəticəsi 2022'ye nəzərən 18,6% artırıq əldə olunub. Yəni 118,6 bizim üçün 42,81'ə bərabərkən 100% də gəlin bu səfər deyək ki, bizim üçün Y-ə bərabər olsun. Yazdım ki, bu da Y-dir. Çarpaz olaraq vurub hesaplayandan sonra əldə edəcəyiniz dəyər də bərabərdir burada 36,9'a. Bundan sonra deyir 2024'ün nəticəsi 2022'ye nəzərən necə dəyişib? Baxın, 2022'nin dəyəri neçədir? 36,9. 2022 ilkin dəyəri olsun, bu da 100% olsun. Növbəti il nədir bizim üçün? Neçə bərabər olub? 14,9. Bu da neçə faiz deyək ki, X olsun. Çarpaz olaraq vurub hesaplayandan sonra hardasa burada çıxacaq dəyərimiz X bərabərdir 41,28. Belə bir dəyər çıxmalıdır. Ya da 27, belə bir dəyər çıxmalıdır. İndi əziz tələbələr, 100%-dən 41,27-yə düşübsə nə baş verib? 100-dən çıxın 41,27-ni. O da bərabərdir bizim üçün 58,73-ə. Deməli, 58,73% azdır. Əziz tələbələr, bu həftənin bazar günü təşkil olunacaq Dövlət Vergi Xidməti imtahanında hər birinizə uğur diləyirəm. Gününüz uğurlu olsun.